İbrahim Nəbioğlu'nun Gələcək Çox Tez Gələcək adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə millət vəkilləri, elm və mədəniyyət xadimləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak etdilər. Doğrusu mən heç gözləməzdim ki, 21-ci əsrin 25-ci ilində elmi kütləvi ədəbiyyata belə bir ehtiyac var imiş məyərsə və bu qədər tələbat var imiş. Kitab 3 aydır ki, ən çox satılan kitablar içində birinci yerdədir və böyük tirajı olmasına baxmayaraq kitab mağazalarda demək olar ki, tükənmək üzrədir. Azərbaycanın görkəmli alimi, elmi rəhbərim, əziz müəllimim, akademik Azad Mirzə Canzadənin əziz xatirəsinə ithaf etmişəm və düşünürəm ki, Azad müəllimin olduğu yerdə hər zaman işıq vardır, hər zaman elm vardır. Əgər işıq və elm varsa, onda demək ki, Azərbaycanın da xoş gələcəyi vardır. Çıxışçılar öz nitqlərində İbrahim Nəbioğlu'nun əsərlərinin Azərbaycan ədəbiyyatına yeni ab-hava gətirdiyini bildirdilər. Qeyd etdilər ki, kitab düşünməyi üstün tutan cəmiyyət üçün mühüm yaradıcı işdir və onun işıq üzü görməsi əhəmiyyətli hadisədir. Kitabda sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edərək fikir mübadiləsi aparmağın vacibliyi vurğulanır. Əslində İbrahim Nəbioğlu'nun bu kitabı gələcəyin paradigmalarını dəqiq cəmiyyətə göstərən, biraz da cəmiyyəti stimullaşdıran, dünyada baş verən elmi-texniki inqilabın, texnoloji dəyişiklərin mahiyyətini anladan bir kitabdır. Və bu kitabda müxtəlif mövzulara biraz da populyar dildə, hamının başa düşəcəyi dildə əsasən yazılmış əsərlərdir. Burada yeni kəşflərin, dünyanın gələcəyi ilə bağlı hansı proseslərin getdiyini Azərbaycan cəmiyyətinə çatdırır. Süni intellekt o deməkdir ki, gələcəkdə həyatın ən müxtəlif sahələrini fəth eləyəcək. Ancaq biz süni intellektlə mübarizədə məğlub olmayaq deyə, əksinə ondan öz intellektimizi biraz da qanaqlandırmaq üçün istifadə etmək imkanı qazanırıq deyə elmə daha dərindən vaqif olmalıyıq və İbrahim Nəbioğlu'nun kitabının başlıca fəlsəfəsi də bundan ibarətdir. Doğrudan da bəzi yazarlar, bəzi şairlər bugünkü gün bu qədər polemika ətrafında doğrudan da bizi təəccübləndirməyi bacarırlar, təbii ki, yaxşı mənada və İbrahim Nəbioğlu da o isimlərin içərisində oldu. Çünki kitabı şəxsən mən də ilk alanlardanam və doğrudan da İbrahim Nəbioğlu məhz gələcəyə iz olaraq vurmaqla mən düşünürəm ki, tamaşaçıların çox böyük, yəni oxucuların daha doğrusu çox böyük marağına səbəb oldu. Qeyd edək ki, Gələcək Çox Tez Gələcək kitabında cəmiyyətin intellektual inkişafının müxtəlif aspektləri nəzərdən keçirilir. Bu yanaşma xüsusilə də maarifçilik ənənələrinin bərpası və intellektual mədəniyyətin inkişafı baxımından əhəmiyyətlidir.